Hörmətli izləyicilər, gözəl insanlar. Deməli, bir dənə evimiz çıxıb satışa. Baxın, bura mətbəx studiyadır. İndi hər şeyi başa salacağım sizə, nə var, nə yox. Bura evin giriş qapısıdır. Bura düşüm aşağı. Əvvəldən niyə çöldən başlamıram ki mən? Baxın, hörmətli izləyicilər. Belə bir dənə evimiz çıxıb satışa. Bülbülün səsinə bax. Harada oxuyur bilmirəm. Ona bax, cik. Deməli, hörmətli izləyicilər, bura masa hazırdır. Duz gölünə birbaşa panoraması olan 3 dənə ev var idi. Bax, ikisi satılıb, bir dənə bu qalıb ortadakı. Bax, sayğacları görürsünüz, hamısı qaydasındadır. Kürsünü görürsünüz, hündürdür. Nəmişlik qram da yoxdur. Bura kombinin yeridir. Kombizi qoyacaqsınız. Deməli, qaz, su, işıq, kanalizasiya, bax, görürsünüz, toludur. Bütün otaqlara keçidi, fundamenti, kəməri, üstündə kəmərinə qədər atılıb. Hamısı qaydasındadır. Evin də, torpağın da kupçası var. Qardaş bacardığı qədər evlər arasında məsafə saxlayıb. 4 bir tərəfi evin suvanıb. Yəni adam var ki, evin arası qalır, orası qalır, burası qalır, suvanmır. Bax, girdi içəri. Burada bir dənə yataq otağı. Qaz, su, işıq var. Kombi xətləri çəkilib. Kommunallar yəni ki, qaydasındadır. Kanalizasiya, mərkəzi kanalizasiya sistemidir. Hamam, sanuzelin aksesuarlarına qədər upapovka, tək-təz versən, klyonkası da açılmayıb. Baxın belə. Üstündə ehtiyat su çəni də var. Deməli, bura krişan yeri. Baxın, ehtiyat su çəninin bu girişi çıxışıdır. Burada nəsə qoymalı. Hə, bu da ki, suyu axıb gedmək üçün dolanda. Bunu bildiniz, başa düşdünüz, 2 dənə yataq otağı. Bura mətbəx studiyadır. Yəni 2 otaq qiymətinə sizə 3 otaq təklif olunur. 48.000 yeni Azərbaycan manatına. Baxın, mətbəx studiya 2 pəncərəsi var. Pəncərələr şəbəkə pəncərələrdir. Deməli, kanalizasiya, su, qaz, elektrik qovşaqları və aspirator tokurdur. Sağ olun, salamat qalın.